Ev işinə vaxt tapmır, amma telefona yaxşı vaxt tapır. Sırağa gün paylaşdığım post bir çox insanlarda fikir ayrılığı yaradı. Mən o videoda pintiliyi yox, dağınıqlığı demişəm ki, bir insan dağınıq ola bilər, yəni evi dağınıq ola bilər. Çünki onsuz da həftələrlə evi təmizləməmək, qabları həftələrlə saxlamaq və yaxud da ki, evi toz bassın, əlini vurma, bu təbii ki, pintilikdir. Yəni bunun dağınıqla əlaqəsi yoxdur. Mənim orada videoda dediyim uşaqdır, tökür, dağıdır oyuncaqları, sonra yenə yığışdırırsan. Yəni bütün günü oyuncaqlar evin içində ola bilər. Yəni bunu nəzərdə tutmuşam. Və yaxud da ki, bəziləri də yazıb ki, karyera nədir? Evlənmisən, oturmalısan, evin işini görməlisən. Adın hədəf qoyan bir insanın bu rəydə yazmağı məni çox üzdü ki, yəni nəyə görə mənim bu dəqiqə həmçinin də bəzən evimin işini saxlayıb işimlə məşğul oluram. Çünki mən evdən onlayn çalışaraq pul qazanıram və bu pul qazanmaq da mənə çox gözəl təsir eləyir. Çünki mənə pul lazım olanda artıq gedib yoldaşımdan istəmirəm və öz işimi özüm idarə edirəm. Öz pulumu qazanıram. Özümə lazım olanda nəsə alıram və yaxud da uşağım üçün alıram. Yəni evdən məsələn pul qazanmaq bir qadın üçün çox yaxşı bir şeydir ki, öz ayaqlarının üstündə durur. Nəsə lazım olanda gedib yoldaşından tez istəmir. Və yaxud bəzi xanımlar da var ki, hər şeyi özləri bacarır. O kommentdə olan kimi ki, mən hər şeyi özüm edirəm. Belə xanımlara da mənim hər zaman alqışlayıram sadəcə ki, maşallah olsun sizə ki, nə gözəl çatdıra bilirsiniz. Mən çatdıra bilmirəm bəzən. Nəysə xanımlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Hələlik.